Sosial müavinətlər artırıldı. Prezident İlham Əliyev sosial müavinətlərin, Azərbaycan Respublikası Prezidentinin təqaüdlərinin və fəxri adlara görə təqaüdlərin məbləğlərinin artırılması və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında və sərəncamında dəyişiklik edilməsi haqqında fərman imzalayıb. Fərmana əsasən 2025-ci il iyulun 1-dən sosial müavinətlərin məbləğləri qeyd olunan kimi müəyyən edilib. 1.1. Orqanizmin funksiyalarının 81-100% pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə 300 manat. Orqanizmin funksiyalarının 61-80% pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə 250 manat. Orqanizmin funksiyalarının 31-60% pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə 180 manat. 1.2. Ailə başçısını itirməyə görə 140 manat. 1.3. Müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının uşaqlarına 140 manat. 1.4. Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların qəyyumlarına, himayəçilərinə 140 manat. 1.5. 1 yaşınadək uşağı olan az təminatlı ailələrə hər uşaq üçün 140 manat. 1.6. 5-dən çox uşağı olan qadınlara hər uşaq üçün 140 manat. 1.7. Övladlığa götürülən uşağa 18 yaşınadək əlilliyi müəyyən edilmiş uşaqlar istisna olmaqla 240 manat. 1.8. Himayədar ailəyə verilmiş 18 yaşınadək əlilliyi müəyyən edilmiş uşağa tərbiyə edilməsinə görə 0-6 yaş arası uşağa görə 500 manat, 7-13 yaş arası uşağa görə 600 manat, 14-18 yaş arası uşağa görə 650 manat. 1.9. Uşağın anadan olmasına görə 600 manat. 1.10. Dəfn üçün 600 manat. 2. 2025-ci il iyulun 1-dən Azərbaycan Respublikası Prezidentinin təqaüdlərinin aylık məbləğləri qeyd olunan kimi müəyyən edilsin. 2.1. Azərbaycan Respublikasının Vətən Müharibəsi Qəhrəmanı adı verilmiş şəxslərə 2200 manat. 2.2. Azərbaycanın Milli Qəhrəmanı adı verilmiş hər bir şəxs üçün 2000 manat. 2.3. Şəhid ailəsi üçün 700 manat. 2.4. 20 yanvar şəhidinin ailəsi üçün 700 manat. 2.5. Əfqanistanda Sovet qoşunlarının tərkibində beynəlmiləl borcunu yerinə yetirərkən həlak olan, itkin düşmüş və məhkəmə qaydasında ölmüş elan edilən hərbi qulluqçuların ailələrinə 700 manat. 2.6. Müharibə və ya 1990-cı ilin 20 yanvar hadisələri ilə əlaqədar əlilliyi olan şəxslərə 2.6.1. Orqanizmin funksiyalarının 81-100% pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə 600 manat. 2.6.2. Orqanizmin funksiyalarının 61-80% pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə 500 manat. 2.6.3. Orqanizmin funksiyalarının 31-60% pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə 400 manat. 2.7. Orqanizmin funksiyalarının 81-100% pozulmasına görə və ya 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslərə qulluq edən şəxslərə 120 manat. 2.8. Ümumi səbəblərdən orqanizmin funksiyalarının 81-100% pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə gözdən əlilliyi olan şəxslər istisna olmaqla 250 manat. 2.9. Ümumi səbəblərdən orqanizmin funksiyalarının 81-100% pozulmasına görə gözdən əlilliyi müəyyən edilmiş şəxslərə 350 manat. 3. Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün məbləği 2025-ci ilin iyulun 1-dən 1700 manat müəyyən edilsin. 4. Fəxri adlara görə aylıq təqaüdün məbləği 2025-ci il iyulun 1-dən xalq yazıçısı, xalq şairi, xalq artisti və xalq rəssamı üçün 300 manat. Əməkdar elm xadimi, əməkdar incəsənət xadimi, əməkdar artist, əməkdar rəssam, əməkdar mədəniyyət işçisi, əməkdar müəllim, əməkdar həkim, əməkdar memar, əməkdar bədən tərbiyə və idman xadimi, əməkdar dövlət qulluqçusu, əməkdar jurnalist, əməkdar mühəndis, əməkdar hüquqşünas, əməkdar kənd təsərrüfatı işçisi, əməkdar pilot, əməkdar tibb işçisi üçün 200 manat müəyyən edilsin. 5. Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün təsis edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 11 iyun tarixli 715 nömrəli fərmanının 2-ci hissəsində 1500 manat sözləri 1700 manat sözləri ilə əvəz edilsin. 6. Azərbaycan Milli Qəhrəmanı adı verilmiş şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 14 iyul tarixli 258 nömrəli fərmanının 1-ci hissəsində 1800 manat sözləri 2000 manat sözləri ilə əvəz edilsin. 7. 20 yanvar şəhidinin ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 19 yanvar tarixli 350 nömrəli fərmanının 1-ci hissəsində 600 manat sözləri 700 manat sözləri ilə əvəz edilsin. 8. Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 19 dekabr tarixli 493 nömrəli fərmanının 1-ci hissəsində 600 manat sözləri 700 manat sözləri ilə əvəz edilsin. 9. Müharibə və ya 1990-cı ilin 20 yanvar hadisələri ilə əlaqədar əlilliyi olan şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 9 sentyabr tarixli 823 nömrəli fərmanının 1-ci hissəsində qeyd olunan dəyişikliklər edilsin.
9.1. Bir-birinci bənddə 500 manat sözləri 600 manat sözləri ilə əvəz edilsin. 9.2. Bir-ikinci bənddə 400 manat sözləri 500 manat sözləri ilə əvəz edilsin. 9.3. Bir-üçüncü bənddə 330 manat sözləri 400 manat sözləri ilə əvəz edilsin. 10. Sosial müavinətlərin məbləğlərinin artırılması haqqında Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 29 avqust tarixli 973 nömrəli fərmanının 1-ci hissəsində qeyd olunan dəyişikliklər edilsin. 11. 1.1.2 yarım bəndi üzrə 11.1 ikinci abzasda 270 sözləri 300 sözləri ilə əvəz edilsin. 11.2 üçüncü abzasda 220 sözləri 250 sözləri ilə əvəz edilsin. 11.3 dördüncü abzasda 150 sözləri 180 sözləri ilə əvəz edilsin. 10.2 1.1.3 yarım bənd üzrə 12.1 ikinci abzasda 270 sözləri 300 sözləri ilə əvəz edilsin. 12.2 üçüncü abzasda 220 sözləri 250 sözləri ilə əvəz edilsin. 12.2 üçüncü abzasda 220 sözləri 250 sözləri ilə əvəz edilsin. 12.3 dördüncü abzasda 150 sözləri 180 sözləri ilə əvəz edilsin. 13 1.1.4 yarım bənd üzrə 13.1 ikinci abzasda 270 sözləri 300 sözləri ilə əvəz edilsin. 13.2 üçüncü abzasda 220 sözləri 250 sözləri ilə əvəz edilsin. 13.3 dördüncü abzasda 150 sözləri 180 sözləri ilə əvəz edilsin. 14 1.1.6 yarım bənddə 120 sözləri 140 sözləri ilə əvəz edilsin. 15 1.1.8 və 1.1.9 yarım bəndlərdə 120 rəqəmləri 140 rəqəmləri ilə əvəz edilsin. 10.6 1.1.10 yarım bənddə 100 sözləri 140 sözləri ilə əvəz edilsin. 17 1.1.12 yarım bənddə birinci abzasda 200 rəqəmləri 240 sözləri ilə əvəz edilsin. 18 1.1.13 yarım bənddə ikinci abzasında 395 rəqəmləri 500 ilə əvəz edilsin. 415 rəqəmləri 600 ilə əvəz edilsin. 435 rəqəmləri 650 ilə əvəz edilsin. 19 1.2.2 və 1.2.3 yarım bəndlərində 500 sözləri 600 sözləri ilə əvəz edilsin. 11 5-dən çox uşağı olan qadınlara sosial müavinətin məbləğinin müəyyən edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 27 dekabr tarixli 72 nömrəli fərmanının Azərbaycan Respublikasının qanunun 1-ci hissəsində 105 sözləri 140 sözləri ilə əvəz edilsin. 12. Ümumi səbəblərdən orqanizmin funksiyalarının 81% pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə gözdən əlilliyi olan şəxslər istisna olmaqla Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 17 mart tarixli 128 nömrəli fərmanının 1-ci hissəsində 200 sözləri 250 sözləri ilə əvəz edilsin. 13. Əfqanistanda Sovet qoşunlarının tərkibində beynəlmiləl borcunu yerinə yetirərkən həlak olan, itkin düşmüş və məhkəmə qaydasında ölmüş elan edilən hərbi qulluqçuların ailələri üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 11 avqust tarixli 244 nömrəli fərmanının 1-ci hissəsində 600 sözləri 700 sözləri ilə əvəz edilsin. 14. Orqanizmin funksiyalarının 81% pozulmasına görə və ya 18 yaşındakı əlilliyi müəyyən edilmiş şəxslərə qulluq edən şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 15 aprel tarixli 643 nömrəli fərmanının 1-ci hissəsində 100 manat sözləri 120 sözləri ilə əvəz edilsin. 15. Azərbaycan Respublikasının Vətən müharibəsi qəhrəmanı adı verilmiş şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 30 dekabr tarixli 1226 nömrəli fərmanının 1-ci hissəsində 2000 sözləri 2200 sözləri ilə əvəz edilsin. 16. Ümumi səbəblərdən orqanizm funksiyalarının 81% pozulmasına görə gözdən əlilliyi müəyyən edilmiş şəxslərə Azərbaycan Respublikasının Prezidentinin təqaüdünün təsis edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 30 dekabr tarixli 1232 nömrəli fərmanının 1-ci hissəsində 300 sözləri 350 sözləri ilə əvəz edilsin. 17. Fəxri adlara görə aylıq təqaüdün verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 4 iyul tarixli 878 nömrəli sərəncamının 1-ci hissəsində 1-ci abzasında 200 sözləri 300 sözləri ilə 150 sözləri 200 sözləri ilə əvəz edilsin. 18. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu fərmandan irəli gələn məsələləri həll etsin.